Deyilənə görə psixoloji problemlər var idi. İşte burada dağıtdı evi. Nəsə deyəsən bazı mübahisəsi olmuşdu öz aralarında. Axşam saatlarında baş verən yanğın bir anda mənzili külə döndərdi və geriyə bu mənzərə görüntülər qaldı. Bəli, hadisə baş verib paytaxtın Xətai rayonu Məhəmməd Hadi 74 ünvanındakı çoxmərtəbəli binada. Bəli, binanın 3-cü mərtəbəsində yanğın başlayıb və digər mənzillərə də ziyan dəyib. İddia olunur ki, yanğına səbəb mənzildə yaşayan vətəndaşlar arasındakı mübahisədir. Bəli, ailə üzvləri arasındakı mübahisə sonda bununla nəticələnib, ev yanaraq külə dönüb. İşte yanğın oldu. Birinci kişi deyilənə görə psixoloji problemlər var idi. İşte burada dağıtdı evi. Nəsə deyəsən bazı mübahisəsi olmuşdu öz aralarında. Sonra işte evi yandırdı. Yəni kişi də ki sağ-salamat çıxarıldı oradan. Deməli məhəllədə idi biz. Gördük ki, bəzi səslər gəlirdi. Nəsə danq-dunq, kimsə nəyisə vurur. Gördük ki, kişi əlində balta ilə şüşə şkafına gəldi, başladı sındırmağa da. Səs-küy qışqırır, pəncərədən nə deyilənə görə nəsə atmışdı da. İlk öncə deyəsən pərdəni yandırmağa çalışdı. Pərdə yanmadı, götürüb bütün paltarları yığdı elə bir qazın üstünə də. Heç şöyle onunla da evi yandırdı, özü də keçmişdi balkona. Bayılmışdı, su verildi, ilkin tibbi yardım göstərildi. Xeyr, özünə deyil. Bayılmışdı, amma ölməmişdi. Yəni özünə gəldi. Heç onunla da çıxdı, getdi apardılar, təzə tibbi yardım apardı. Aralarında deyəsən mübahisə olub və ya da psixoloji problem olub. Nəsə belə bir şey haqqında deyilənə görə olub. Nəsə mübahisə olub ev üstündə, deyilənə görə belə olub. Ki bəs ev kimə qalacaq? Axırda özü yandırdı da, heç bir şey müdahisə olmadı, öz elədi hər şey. İddia olunur ki, mübahisə baş verir və mənzili də özləri yandırıblar. Heç hiss olunmayıb. Yaxşı qonşuydular, münasibət var idi. Burada kimlər yaşayırdı? Qoca kişi idi xanımı ilə, biraz ailə üzvləri çox idi da, bəli 5-6 nəfər idilər. Burada sakinlər deyir ki, mübahisə oldu, ondan sonra əşyalar atıldı aşağı. 3 ildən çoxdur yaşayıram, heç vaxt yəni mübahisə eşitməmişəm, dava falan olmayıb. Heç vaxt problem yaratmıyorlar, üzbəüz qonşu olmuşuq da normal.